verilişin sponsorları Ruski Vkus, Karella boyaları, Patron günə baxan tumları, Smart ayaqqabı təmizləyiciləri. America's pledge to send military aid to rebel groups. It's going to be an anchor for the St. Louis Cardinals' future. MLB.com ranked him as the third best prospect coming into 2014. And as you say, Məşhur Bozbaş Pictures'e suiqəst olundu. There was a conspiracy to Bozbaş Pictures. Bozbaş Pictures'e suikast yapıldı. Bomba saldırısı canlar aldı. Biz onları itirdik. Allah rəhmət eləsin. Çətindir. Onları belə anmaq çox çətindir. Onlar bizim sevimli qəhrəmanlarımız idilər. Bizi daim güldürürdülər. Amma bu dəfə güldürmədilər. Onlar ölməli oğullar deyildilər. Ən azı bu il ölməli deyildilər. Amma onların məhəbbəti bizim qəlbimizdə. Dayanın, onlar ölməyiblər. Ola bilməz. Ola bilməz. Bu ne partlayışıydı. Ay bu ne tüslüydü, bu ne dumanıydı, geldi başımıza. Oy partlayışın sesleri beynimdedir. Ay şoşu. Ay şoşu. Ne şoşuyum anam Şirin'e. Görmüşsen Şirin'di. Ay Şirin salamatsan mı? Şami öyle. Şami hele bir əkiz uşaq doğmuşam. Bütün bədənim ağrıyır. Bütün bədənim. Şirin, əkiz uşaq doğmuşam, dama niyə demirsən? Maşını zadı bəzətdirin gəlim o. Öl cic. Öl. Başım partladı sonra öyleydi. Fəvakət. O komada qaranlıq tunelizat gördün mü? Gördüm. Eşitsən Şəmi? Gördüm, amma qaranlıq tunelləri qəşəng düzəldi vermişlər. İşıq zət çəkdilər qırağına, qırmızı işıqlar zaten. O şey var ya, atraksiyon, neydi o? Atraksiyon. O söz deyəmirəm. Ondan zatdan ediblər. Yerim mən, gələn aparacağım sənə kənara. Ay şöşü. Şöşü. Oyat gör. Ay şöşü. Oyat görüm o şöşünü. Ay şöşü. Şöşü. Qaç şoşu. Manam, ağsaqqaldı. Oy, ağsaqqal. O yanındaki şöşüdən soruş gör, salamatdı mı, yaxşıdı mı, keyfal nətərdi gör. Sağ ol Ayşəmi, mən də yaxşıyam. Hər şey yaxşıdır. Maraqlandığın üçün sana təşəkkür edirəm. Ədi yaxşıdan ha, qocalmısan, sənin vaxtın keçib, bugün sabahlıqsan. Oy, mənə şöşü maraqlıdır, şöşü. De görüm özün nətər, sənə sağ salamatsan mı, ağsaqqal? Sağam,
Amma salamat deyirəm. Oy. Bədənimin bütün hissiyatı ölüb. Bəli. Nətər yəni ölüb, hə? Bayaqları. Aha. Həkim xanım gəldi. Mənim bədənimi əli ilə masaj elədi. Aha. Qulaqlarımı ovuşdurdu. Nə qədər belə masaj elədi məni, gördüm yox. Bədənimin hissiyatı ölüb. Hissiyat yoxdur. Özün də ölsüydün bir dəfəlik canımız qutarardı. Abi şöşüdən narahatam yaman. Ay şöşü. Şöşü. Şöşü olmuşsan. Bir səsini çıxart görək axı. Ay şöşü narahatam. Nətər çıxardım, başılan soğublar. Şlang soğublar, nətər danışırsan sən? Ağzıma soğublar. Səhərdən dır, dolu be. Şlanğı da qarnıma soğublar. Ay şöşü. Nədir? Biz necə oldu partladıq? Yadıma salma Şirin. O günü yadıma salma. Kino kimi gözümün qabağındadır. Elə o avtobusda o şəkil aparırdıq. Bodrumdaydı deyəsən, yadımdadır. Elə bir onda gördüm ki, bir işıq gəldi. Spuşka oldu. Hər yeri tüstü, duman bürüdü, hər yer alışdı, yandı. Bir onda gördüm ki, cahamat yığışıb başımızın üstünə. Deyək ki, arkadaş bir selfie çəkdirəlim mi səninlə? Cahamat başladı şəkilzat çəkdirməyə bizdən. Sonra söndüm. Eşitdin, Şəmil? Biraz sakit ol da, gör də xəstə var. Alo. Lan Şemi misin, cacık mısın? Sen nerede cacıksın? Haberin var mı? Sen nasıl ölmezsin oğlum? Sen nasıl ölmezsin la? Benim 500.000 dolarımı getirin. Getirin, buradan bir yere ayrılmıyorum ben. Bana bak. Hastanenin önündeyim. Bir yere ayrılmıyoruz biz buradan. Sen buradan çıkmadan benim 500.000 dolarımı benim ofisime yollamazsan Sen heç zat eləyənmərsən. Başa düşdün? Başa düşdün arkadaş. Ben az... Ben... Külə döndü, niye bu? Tamam mı lan? Danış çərənli özün üçün, nə qədər? Al bunu. Bakmayın bana. Gel buraya. Gel buraya. Gel buraya. Gel buraya. Eğil. Eğer ki bu hastaneden eğil. Eğil la. Bilmiyorum abi. Eğer ki bu hastaneden bizden izinsiz biri çıkarsa sizin o ayakkabılarınız var, ayakkabılarınızı ağzınızın içine sokarım. Geç yerine şimdi. Biz alemi dolandırıyoruz. Burada bunlar kalk bizi dolandırıyor ya. Tamam, bu iğnesini bir bırakacağım. Sakin olun. Sakin olun. Be, suplar geldi, aynen sup geldi. Sup da öyle glikoza getirmişim sana, glikoza. Yeterli bak, şöyle geçelim. Ay şöyle geçelim, sup getirmişim. Al bak, soğur geçsin. Soğur. Em, elə bir anası dedi, em. Em bilən də, gel də. Mən də deyirəm də. Bəs, olar şimdi. Ne pərdir? Ver belə, bəs, nə qatmışam buna? Bu nə qatmamışam, nə qatmamışam? Noxud da qatmışam, Şəmi. Sup geldi, ay Şəmi, dur ayağa, al Şəmi, al. Ana südüdür, glikozadır, em geçsin. Gel, çıxdan ağacından öldük, qırıldıq. Em, ay sağ ol, nə qədər verir? Bu nə də, bu müştüyün deyir. Ne olur bir oğul damcağızın vur, gel, oğul, gel. Gözle. Oğul da öldüler, gel. Al, yi bundan bir damcı bundan yi. Yeterdi, benim. Ay sağ ol, nuş, bəssi də, onlarla qalmaq ki, bəssi, mənə görün, bəssi. Mənə görün, ay sağ ol. Nuş olsun. Fəlakət. Güzəli, bir də səhər süt gətirmişəm, glikoza, al əm geçsin. O müşkün dəyiş də, müşkün dəyiş onu. Təzə müşkün, onun cibindən çıxartdın, eşitsən. Cibin cırıq olar da, deyirəm. O şirinin müşkünü qoyaraq,
Şirinin müşküldə çəkəcəm. Şirinin müşkülündə? Mən sən o qədər müalicə elədim, o qədər səyinlə dava-dərman vurdum, ağıllanmadın da sən. Qoy da bir qın cibindirə Səndən adam var. Yaxşı, gələ, güya dəyişsin. Sup yoxdur, bəs, sup yoxdur. Sup da getdim, vur getsin bədənə. Vur getsin. Nətərdir? Qəşək dadı yoxdur, Allah istəmir. Nə dadı yoxdur? Sən nə biləsən sup nədir? Ağsaqqal, gəldi. Sən bir də sup pişirmişəm, tay bərabər. Vur bədənə, sor getsin ağsaqqal. Sor. Bu öskürdür. Nə var? Bu almalısın gətir. Öskürdür bu. Ondan deyil də bu kartofludur. Misir supudur bu, misir supu. Vur getsin. Ha yox, yox. Yox, yer bura. Bəh. Uzanmağa bax, vəziyyətə bax, al. Sənə bir dənə sup gətirmişəm. Heç kimə bundan deyirəm, bir dənə sənə verirəm. Nədir o? Mənim bədənimdə yenə ağrılar başlayıb. O, bugünkü göyərtidən atol içinə biləzdim. Nə var? Çox gözü o göyərtiyə öyrəşdirmə ya. Bir damıca var idi, qazanatmışam. Tardı onu. Bir damıca. Qoy qədərə. Oy. Yi, oğlum, yi. Bəh, nətər? Noxud qaldı içindən, ala şu. Mən. Bəh, glikozadır. Bəssin, mənə də, mənə o birisilərə qalmadı. Bəssin. Birazdan gələcəm birazdan. Həvdər, kotlet gətir, stalitli salat gətir. Ağsaqqal, biraz sakit ol, görsən xəstəyəm. Ağsaqqal, danışmaqdan əlavə şeylər eləmə. Boğuluram burada. Asla olmayan şeydir. Bədənimin hissiyatı yoxdur. Yaxşı, ağsaqqal, yaxşı. Sənin bədənimin hissiyatı yoxdur, zato bizim burnumuzun hissiyatı var. Salam Mələkə. Aleykümselam. Yuxarı çıxacağım dostumuza deyilməyəm. Olmaz abi, olmaz hayır. Yasak. Mənim dostumdur, Şəmiyə, bizim sənətkarımızdır. 5 dəqiqə deyib çıxıram. Məni tanımadınız. Yok abi. 5 dəqiqə meyxana deyən Ağamirsə. Seni bırakamayız abi, olmaz. Meyxana eşitməmişsiniz, meyxana Ağamirsə. Tanımıyoruz abi seni, sen O mənə şokuli signal İtalyanski. Samovoyenni forma grajdanız. Tanımadın gene? Abi bir dakika, bırakırız. Bir şartımız var. Bir şartımız var. Olman doktor, eşlisən mi? Biz bax indi demək olar maşallah yavaş şimdi düzəlmişik, təmələ gəlmişik. Gör, nə vaxtdan yatırıq biz, yoldan buradayıq, gör sizə nə qədər əziyyət vermişik. Sən indi bizi burada çıxart, yəni balnisiyadan çıxaq gedək. Ev şəraitində nə bilim, ambulator müayinə mi deyirlər, nə deyirlər ona bilməm də, sizin aləminizdə. Gedək ev şəraitində, qəşəng bizə qulluq eləsinlər, orada sağalaq. Haqqı hesabımız da nədir, onu ödəyək, çıxaq gedək. Yaxşı? Şəm mənim. Özünüz bilirsən ki, mən sizin xətrinizi çox istəyirəm. Sağ ol. Sizə mənim canım da qurbandır, ürəyim də qurbandır. Çox əzizlərimsiz də, siz mənim, düzdür? Belə də ki, mənim qonağım ola bilərsiniz. Qonaq? Çox sağ olun, çox sağ olun. Uşaqlar, qonaq, sağ olun, çox sağ olun. Hara geçsin? Qonaq eləmişsin. Deyən kimi durur, muaba, hara geçsin deyən kimi. Abi, söz gəlişi deyirəm də, söz gəlişi mədəniyyətiniz olsun, bir qanacağınız olsun, tərbiyiniz olsun. Mən söz gəlişi deyirəm. Mən sizi noldan yığmışam, bilirsiniz onu? Noldan, sıfır. Noldan yığmışam sizi. Mən cəmi cümlətanı verərsiniz $500.000, halal qoşun. Nə? 500 bin? Sən stadion tikibsən burada, yoxsa bizi müalicə edibsən, 3 dənə, 4 dənə tikiş qoyubsan 500 min nədir, nə danışır bu? Şəmi, sən bilirsən ki, sən bura gələndə nə gündəydiniz? Qapqara kül oxşuyordunuz, yanmışdınız, patlamışdınız. Sən bilirsən Şəmi, sənin üstündə nə qədər əziyyət çəkmişəm. Nə eləmişsən ki? Necə nə eləmişsən, sənin qaşın var, yox idi. Təmiz səndə qaş tutmuşam sənə. Bu, sənin o bıq çıxan yerin var, kül idi, kül. Bıq əkmişəm sənə. Nə eləməliyim? Sənə bura gətirəndə bu bağırsaqların var, bilirsən nə gündəydi? Deşik. Qorapalan oxşayırdı, qorapalan bir bağırsaqdan oxşayırdı. Sən bağırsaqlarını çıxartdım, tulladım, nə qaymalıyam? Bir də mədüyü saxlamışam. Elə bir ki, başa salım da sizlə, tibbi yolla. Yeməyi yiyirsən, düşür mədüyə, oradan da promoy çıxışar. Yaxşı,
Niyə Məryəm dayı bundan artıq sən? Burada danışır, bir dəqiqə deyən görüm, nə basıb bağlıysan, burada belə gəldi, belə getdi. Aygün Kazımov var, 5-6 min veribdi, özünü eləyib malaletka qız. Gül kimi qəşək cavanlaşdırıb qoyur. Nə 500 min basıb bağlıysan? Mım mənlə danışmağını, yanıb tökülürəm, mım mənlə danışmağını. Sən morqdan mən gətirəndə elə bilirdilər sən ölmüsən, yoxsan. Sən morqdan bura gələndə yanıb külə dönmüşdün, üstbəüz qoysuydun 12 kilo yarım gələrdin ya gəlməzdin. Bax, qara meymun balasını oxşuyordun, bu boyda bir şey idi. Bir də başın idi, bir də bədəni. Nə deyir, nədir, səndə ayaq yox idi. Sənə mən nə zülümlə 2 də ayaq tikmişəm, Şəmi müəllim. Buna 2 də ayaq tikmişəm. Düzdür, sonradan bilmişəm ki, ikisi də sağdır. Sol tapılmır da, sol yoxdur. Gedib Ukraynadan bir də Rus qızın sol ayağını gətirib tikmişəmsə, bax özün bax, biri tüklüdür, biri tüksüzsə. Düzdür, şuşu. Gülmür, lağ eləmiyim var. O, mən o qız ayağını oraya tikənə kimi etirazdan sancılanırdım. Etiraz hissləri keçirdirdim. Nə zülümlə tikmişəm o səhər. Düzdür, bir problem də var. Biri 39'dur, biri 43. Amma nə eləmir? Gülmünə, yekə kişisə. Şükürlər olsun ki, həyatdayıq. Bəli. Nədir o? Qılma, bir dəqiqə deyəm. Giz-giz danışır, qulaq belə, burun belə, dodaq belə, ağız belə. Ana, Kitayda 10 manata, 20 manata bir dənə qulaqlar satırlar, belə kilona. Giz-giz danışır, 500 min belə. Amma mənlə danışmağa, bu gələn mənlə bu belə danışdığını mənə yandırmaz deyil. Sən mənə od qoydun bu sözünlə. Harada deyil, qulağı girəm, matə gələm ağzını. Haradadır? Ala, yeri gel burada. Mən olmasaydım var ha, mən olmasaydım. Sən ömür boyu ayaq üstə gəzəcəkdin, o bilirsən? Ala, sənin bu oturan yerin var ha. Qapqara yanıb külə dönmüşdü. Oturan yer? Yox idi, oturan yeri bax şimdi yox idi. Gedib oradan xahişlə bir də sən oturan yer tapmışam, tikmişəm ora. İndi ürəyin istəyəm, bax, əliyumu pambıq kimi yürümüşəm. Baxsan, sən baş olun, mən fitva verdən, mənim sözümə... Mən düzgünlük tərəfdarıyam. Həmişə düzünü danışan adam olmuşam. Bu Qurban doktorun işi çox xoşuma gəlir. Ona dəyər. Bayaqda getdim, güzlüyə baxdım. Bunun işləri çox xoşuma gəldi. Məni çox gözəl yığıb, halaldır sənə. Çox sağ ol. Çox sağ ol. Sən xoşun gələr də, sən başıma durmaq saqqı. Sənə qulağa gətir, sən söyləyir. Çox sağ ol. Sən canımsın, Afrikada bir dənə dostun var, həkim. Ondan gedib xahişlə, minnətlə gətirib çıxmışamsə. Xeyirli işlədir sən, xeyirli işlədir. Amma o köhnəsini turla, onu görən olmasın. Onu turlaqar, onun tişməzi var. Qul yaram o, yox. Bu qədər nə deyil? Qıl. Qılman etmişsə. Nədir o? Deyəsən, maaş heç nə qoyub eləməmsən, ha. Necə yanmışam, elə götürüb gəlmişəm buraya. Deyirəm, sən nə tər var idin, elə də qalmışsan. Bunlar maşallah, hamı düzəlib. Sən nə tər var, elə də qalmışsan. Biraz böyümüşəm. Sən var ha, böyrəklərin yox idi. Çıxartdığım elə bir piraşki idi. Çıxartdım, qoydum bir qırağa. Ki gəlsən, ürəyin istəyən, bu boyda maçalta tikmişəm. Mənə? Maçalta su çəkir candan. Sonra keçib gəl qırağa, özünü belə sığ, süzülsün, çıxsın, geçsin. Mən səndən elə şey istəməmişəm ki, mən elə şey istədim, mən elə şey dönmüşəm. Mən sən elə istədim, sən deyirəm, yanmışdır da, sən bunu başa salarsan. Bunu başa salarsan. İndi mən bilmirəm. Mən 500 min manatımı gətirirsiniz, çıxıb gedirsiniz. Gətirmirsiniz, orada qapında adam bağıran qalırsınız. Sizi heç kim boynuna götürmürdü. Mən götürdüm sizi boynuma. İndi ölürəm bir dəqiqə boynumun ağrısın. Yaxşı, qılma, yaxşı. Mən pulumu, mən sözlə, söyüşlə danışmıyorum. Yaxşı. Sən narahat olma. Sən get, biz özümüz burada həll edib, sən o pulunu verəcək. Mən gözləyirəm sizi. Yoxdur, indi üstümüzdə hardandır, yox baxır. Yaxşı. Mən 500 min manatımı. Ala, mən kirayələ də düşürürəm, ev almalıyam, yoxsa. Mən pulumu Yaxşı, söz danış. 500 min çoxdur, hə? Bəlkə üstümüzdən bir-iki şey qaytaraq, biraz ucuz düşdü. Siz danışma. Nəmi börək nə lazımdır? Yaxşı. Heç nə qaytaran deyiləm. Mən heç nə qaytarmayacam. Nə var? Üstümüzdən. Ən bahalı sən çıxdan, ha? Deyirəm ki, Bəli qardaş, sən onun CD-sini gətir, sənin qohumun, mənim qohumum, nə fərqi var ki? Elə təsəvvürlə oca sabahdan işlədi, narahat olma. Narahat olma. Şamil, bastır, mən bezmişəm, istəmirəm, nə qədər olar? Mən oca yorulmuşam. Mən gör neçə yaşım var, mən neçə ildir qırış işləyirəm. Bu yaşda mənə yaraşar o, kalbasalar ağır, 75 yaşım var, belim ağrıyır, burnum ağrıyır, qulağım ağrıyır, gündə bir problemim çıxır, məni oturaq işə keçir, xahiş edirəm. Mən satış üzrə, satış yox, çatdırılma.
Çatdırılmanı ver mənə. Mən onu istəyirəm. Ay ağsaqqal, ay xahiş edirəm. Sən axı o yaşın deyir, axı burada müdir vəzifəsində oturasan. Bax, yadında da o fəlakət o vaxtı gələndə, bax, indi bugün fəlakət olub, fəlakət müəllim. Çünki əvvəl də biz ona bax bu cür qara-qura işləri tapşırırdıq. Sənin bütün işlərini ona tapşırırdıq. Amma bugünkü gün o qalxıb zirvəyə oturub orada kabineti də var, katibəsi də var, olub fəlakət müəllim. Hansısa kakoyda fəlakət müəllim, ağsaqqal quruşik, belə həyat olar. Yaxşı, ağsaqqal. Yox, məni çatdırılmaya, çatdırılma istəyirəm. Mən çatdırılmanı istəyirəm. Xahiş edirəm. Mən bu yaxınlarda ad günümdür. Mənə o jesti eləyib məni hədiyyə kimi çatdırılmaya müdür. Xahiş edirəm. Yaxşı, ağsaqqal, sənin bu 75 illik jubileyinə məndən sənə hədiyyə olsun. Sən oldun bugündən etibarən bizim şirkətin çatdırılma rəisi. Yaxşı? Bəli, mən də kalbasa zat daşıyacağım. Bax, ağsaqqal, birdən eşidən bilən. Yox, mən həmişə təmiz işləmişəm. Mən Brejnevlə görüşmüşəm. Mən əmək veteranı qəhrəmanıyam. Yaxşı. Bəli, fəlakət müəllim. Bəli. Bəli. Çatdırılmanın rəisi ağsaqqal. 2 maşın şadlıq evinə, 2 maşın kalbasa restorana, 1 maşında ünvan yazacağım mesajla mənə evə. Bəli, rəisəm, rəis dedimsə. Ay sağ ol. Çatdırılma. Verilişin sponsoru Ruski Vkus. Ayşini, anlatırsan. Ana, bunun için bırakamayın Şamil. Sen de gelmişsin. Ətiyən mənə bir mənfəsin qanacağım olsun, qulaq as. Mən bu qardaşdan sana deyirəm ha, bu yaxınlarda tükən açacağım, tükən. Ana, deyən nə tükən? Boyalar lazımdır, sana rəhli boyalar zad lazımdır, var səndə. Boyalar lazımdır? Hə, pul boya lazımdır. Ana, biz belə danışdıyım, hədə, xoş gəlmirsən Ayfəli. Sağ ol. Səfa gətirmirsən, əcəb eləyib gəlmirsən. Ana, boyalar, nə boyalar, Karella. Bütün Azərbaycanın dükanlarında, Bakının bütün dükanı Karelladır. Ana, bir sən nə qədər rənglər, zürbəzür, qara, qırmızı, göy, ağ, Vişnovski, Perlavoti, nə bilim. Kraskat da bu. Sarı, git sarı, sarı rəngin. Ana, benim aparsan deyib, sən nədir bu? Ver dənə bir ikisini ver aparım. Keyfiyyət nə? Bal, kraska çəkirsən. Gəl 30 ildən sonra, hələ kraska gedin. Ver dənə bir ikisini ver. Baba, bu sarı. Bu Baba, qoyuram sarı rəngin. Bundan da ver, bundan da ver, bu xoşuma gəlir. Baba, fiyaletivi. Necə lazım? Bunlar yaxşı deyir, bunları alacağım, mənim pulum var. Bir də bir qardaş kimi səndən bir məsləhət alım. Mən bu dükanı açacağım, dükan. Mənə bir dənə dükan lazımdır, denən hə. Denən hə. Bir dənə dükan lazımdır mənə. Bir də mənə bu dükanda işləməyə bir işçi lazımdır, dənə işçi olmalı. Dənə denən hə. Ala dedim də, hə. Bayaq dedin, hə, bayaq dedin. Ala dedim də. Bir də qardaşımsan, bir dost kimi sana bir məsləhət verim. Mənə bu dükanı işlətməyə bir müdür lazımdır, dənə müdür olsun başlığında işlətsin. Pul bıraxsın, pul qazansın, pul bıraxsın, pul qazansın. Denən hə. Ana, bu xəstəlik işdən bu nə dükanı var, nə müdür var? Bırakın bana, çıpara. Pulu bıraxıram da. Ana, davay buradan, bayaqdan zanifəni buradan. Ay Şamil, bunun için bırakın bakın bura. Ala bəstünün davay işləmini bura bakın. Karella. Verilişin sponsoru Karella boyaları. Bir dakika, hayır olmaz. Olmaz arkadaşım, olmaz. Biz Şami'den bir müsaade alıp çıkırız da. Arkadaşım bir dakika arkadaşım, bir dakika. Hayır olmaz. Olmaz. Patronu kesilemiyor. Açacağınıza ben bir dakika. Arkadaşım. Bir dakika arkadaş. Patronu arasın. Arkadaşım bir dakika patronu bir arayayım, izin alayım. Ondan sonra girebilirsin. Bekleyin bir dakika. Bir dakika bekleyin, patronu arayayım. Patron. Alo, patron. Böyle hayattı, tüpürüm böyle hayata. 3 ayda buradayım, bir tane karizma kalan adam yoktu. Salam, Kamara doktor. Salam. Necəsiz? Sağ olun, siz yaxşı olasınız. Çox sağ olun. Mən o 24-cü palatadan pasiyentam, ağsaqqal. Tanıyıram sizi efendim, tanıyıram. Çox sağ olun, mən də sizi tanıyıram. Mən dedim, əgər axırı vaxtlar özümdə pis şeylər hiss edirəm də, nəfəs çatışmamazlığı, belə təngi nəfəsdir,
Əgər vaxtınız olsaydı, imkan eləyib mənə bir suni nəfəs eləyərdiniz. Dodaq dodağa. Belə, imkan olsaydı, deyirəm. Tam mısın sən? Nəvən yaşındayım, sən? Ayıb olsun, cəhlim ol buradan tez ol. Demirəm sənə rədd ol buradan. Sözümə görsənmə, tez ol. Get, Palatova. Palatova get. Uzan girmə. Tez ol. Gəlirlər sənlə vurmağa, gözlə. Şükür tapdım sizə, salam əleykum. Can, bu nə gündür, bu nə vəziyyətdir? Səhərdən axtarıram, ürəyim ağrıyır mənim. Nə günə çıxırsınız siz? Ağa, xoş gəlirsən, ay ağa, xoş gəlirsən. Sağ ol. Ay ağa Mirzə, sən nə yaxşı gəlib bura çıxırsan. Adı heç də bu CNN-in xəbərlərində eşitdim. Harada? CNN-in xəbərlərində eşitdim ki, bu hadisə baş verib. Hönkür ağrıyıram, ürəyim ağrıyır, ürəyim. Siz də mənim qardaşımsınız, dostlarımsınız da. İnan bu Ramazan ayına mən bir dənə toya gedməm. Nə danışıram? Oturmuşam, elə şey olar mənim yaxınlarım, əzizlərim, canım, ciyərim bu vəziyyətdə durub mən toylara gedirəm. Bir dəqiqə. Ağa Mirzə. Bəli. Ay, səni mən qəşəng tanıyıram axı. Sənin nəsə bir xeyrin var ki, gəlibsən burada. Mənim nə xeyrim olacaq burada? Bəlkə səni deyirəm o aşağıda Türklər var ha arkadaşlar, bəlkə onlar göndərib ki, get Şəmini öldür, get orada sistemlə tokdan çıxar. Kişi, sən nə danışırsan, mən öz dostumu öldürüm, sən nə danışırsan? Sənə yaxşılıq yoxdur, sizə yaxşılıq yoxdur. Nə danışırsan öldür ki, nə? Tanıyıram mən səni. Mən sənə görə gedib 100 manatı xırdalayıb, $100 eləmişəm. Gedim dostlarımın yanına. Sən də belə eləyirsən. Gələ heç xeyrin görməyəsən. Yoxdur, sizə yaxşılıq yoxdur. Belə adamların heç yanına gəlməsən yaxşıdır. Ayşə, eşitirsən? Ağadadaş duyursun, Ağadadaş. Deyirəm ağadadaş da o meyxana. Odur. O Kərimin yanında yoxdur ağadadaş. Ay, bu neydi? Salamünaleyküm. Aleykümselam həkim. Bu nə salam da? Həkim gəlib ayağa dur da, mədəniyyətin olsun da. Nə olsun, nə xəstəsən? Qalxa bilirəm həkim. Nə olub sən, haran ağrıyır? Ayağımın altı düzdür. Yerində əziyyət çəkirəm. Ayağının altı düzdür. Sən bax belə yağlı yeməklər yeyirsən. Bu həkim demişdi, nə istəyirsən ye, hər şey yemək olar sən. Hər şey yemək olar sənə. O biri həkimin başı xarabdır. O biri həkim görür ki, sən ölürsən, ayağının biri ordadır, biri buradadır. Deyir, heç olmasa ölməmişdən qabaq. Dünyanın malından yiy, get gözün doysun da. Çöl iynə vurum tələsirəm, mən gedirəm. Müştəsirə biraz bundan qabaqlı deyil mi? Kişi, müştəsiranın iynəsindən mənim iynəm birdir. Çöl. Mən sizin xarab edirəm, çöl. Qoluma vurdu o buraya həkim iynəni. Sən narkomansan. Qoluma vurdu. Narkomansan sən, qoluma. Çölə kişi bu. Başımı xarab edirəm, çöl. Həkim deyəsən içəridə qaldı iynə. İynə qaldı orada deyəsən. Belə dur, gəlirəm, tərqəmə. İçəridə qal. Dua eden adam öldürsün siz. Onu bunu geçin, İstanbul'da görüşeceğiz. Öyle gördük 20 gündür. Öldürecek abi. Cevap vermeyin. Oğlum cevap vermeyin. Geliyor abi. Geliyor. Gelişinden belli hiçbir şey olmamış. Göreceğiz. Hoş geldin aga. Ne yaptın? Bitirdin mi işi? Yox, alınmadı. Niye? İçəri girən kimi başa düşdü. Şəmi başa düşdü ki, mənə dedi səni türklər göndərir. Alınmadı. Sənin canın üçün şişə qədər aparmışdım. Soxacaqdım onu. Ben sana ne dedim? İndi mənim paramı ver çıxım gedim, 100 minimi ver gedim. Benim adam öldürmüyor, para istiyor abi bizden. 100 bin? 100 min heç olmasa bir 50 manat ver, mən çıxım gedim, mənə yola səlkim. 50 manat? Sen yukarıya çıktın, 100 bin manat onun için alacaktı ki bizden. Oradaki adamı bu eşekler öldüremedi diye. Neyini alınmadı, mənim paramı ver. Ayağını indir. Mənim paramı ver. Ayağını... Soxaram şişi sənə, mənim paramı ver, məni yola sal.
yükseltme. Sesini yükseltme. Beni yola sal, benim paramı ver. Duymadın mı lan ne diyor? Al götürsenize lan, ne duydunuz? Ulan Türkiye'den gel, burada düştüğümüz hallere bak ya. Kamala doktor olar. Olar, buyurun. Sağ olun. Kamala doktor. Necəsiz? Sağ olun, siz necəsiniz? Çox sağ olun, çox gözəl. Sizi görəndə adamın nastroyenisi açılır. Mən bu 24-cü palatadakı ağsaqqalam, pasiyentam. Gəlmişdim sizə deyim ki, bəlkə bir həkim kimi sizdən ümumiyyətlə, yox, bu başdan başlayım da. Həkim kimi sizdən çox xoşum gəlir. Yəni, çox belə simpatiyam var sizə, çox gözəl həkimsiz, yaxşı həkimsiz. Dedim, bəlkə bir vaxtınız olsaydı, bir girərdiniz qoluma, ağsaqqalın qoluna, biraz gəzişərdik, mən də təmiz hava udardım. Olar, vaxt tapan kimi düşək, xəstəxananın həyətini biraz gəzişərik, yaxşı? Yaxşı, amma xəstəxananın həyətini demirdim də, dedim, yəni nə bilim, bir bulbara, kafeyə, restoranda gəzişərdik, hansısa bir oteldə təmiz hava udardıq, yəni başını, o mənada deyirdim, yəni belə... Yox. Yox, ha? Mənim vaxtım yoxdur, indi iş başındayım. Bəli. Yaxşı? Yəni, biraz başa düşmədiniz məni, ev yox. Mən bir də əsas məni şey eləyən problem nədir? Bu partlayışdan sonra mən qorxuram ki, bəlkə mən sonsuz qaldım. Belə pis çıxmasın. O, ola bilər, ola bilməz, elə bir problem ola bilər sizcə. Babacan, sizin 75 yaşınız var. Yəni, indən belə bu problem mənimlə gəlməkdə ciddi alınır. Başa düşmədim. Necə yəni, indən sonra 75 yaş lazımdır. Mən nə demək istəyirəm? Yəni, qoca at bəyəm arpa yemir. Nə deməkdir? Mənim hələ indi canımın sılı var. Hop, oturun qıdayla onlara adjimaniya. Mən 8-ci mərtəbəyə 3 dəqiqəyə hop, qalxıram, heç təbii nəfəs olmuram. Axsaqqal! Bəli. Xahiş edirəm, həddini saçmayın. Əgər başqa yeriniz yoxdursa, yəni ağrıyan başqa yeriniz yoxdursa, palatanıza zəhmət olmasa çıxa bilərsiniz. Yox, var. Mənim bir balaca ağrılarım var. Prosta indi mən belə sizin üstünüzdən göstərim. Çıx bayra! Çıx bayra olmaz! Göstərim. Çıx bayra! Şəmi, ay Şəmi. Qulaq as, tamam qulaq as. Eşitsən, ağlıma reski kreativ ideya gəlib. Deyirəm bir iş quraqdana pul qazanaq. Yavaş danış da, yavaş danış. Yox, özüm bilsən, həyəcanlıyam, ideya doluq daşır. Mən də başa düşsən, ona görə özüm belə danışıram. Deyirəm, eşitirsən, bəlkə bu xaricdən dostlar var da, mənim dostlarım var xaricdən. Qulaq as, qulaq as, mənə qulaq as. Nədir? Xaricdən dostlarım var. Bunlara deyim, xaricdən bura tun vuraq, eşitirsən. Tun vuraq, qəşək onu əl dəyməmişsən, qol vuraq eləyək. O paketlərə zada şey eləyək, qablaşdaq. Hələ bir nə ideyam var, o Azərbaycanda yenilikdir. Deyirəm, içinə də eşsən, hədiyyələr zat qoyaq da. iPhone telefonu qoyaq, notebook qoyaq, hamısından qoyaq, içinə də paketləşdirək, sataq. Nə fərq deyək? Nə danışırsan hə? Hə, nə fərq? Bəlkə adını bir patronda qoyaq. Patron, hə, yaxşı adlı, patron qoyaq adını. Yaxşıdır, mənim postuma gəldi. Qoy gedə, var da, var eləyiblər özü, təzə bir şey fikirləş. Qoy futbolumuza baxaq. Qoy. Hə, mənim ideyam kim uğurladı, hə? Hə, bu mənim ideyamdır. Hə, sən ol bunları məhkəməyə verəcəm, ha. Mənim beynimi xarab, bunları məhkəməyə verəcəm, eşitsən? Yaxşı, qala get, get. Mən bunları məhkəməyə verəcəm, sən də bax. Vurdular. Görərsən. Verilişin sponsoru Patron Günə Baxan Tumları. Salam hörmətli tamaşaçılarımız, hamınızı salamlayıram. Smart Show efirdədir. Smart Show davam edir, ayaqqabı boyaları qırğın. Və Smart Show'un qonağı var bizim gözəl insan, ağsaqqal, köhnə insan, yaxşı oğlan, ala veteran, nə bilim day nə. Qonağımızdır, xoş gəlmişsən ağsaqqal, xoş gəlmişsən. Çox sağ olun, mənim verilişə çağırdığınız üçün. Mən çox həyəcanlıyam. Buradan tüm Azərbaycana salamlarımı göndərirəm. Mənə səs göndərin. Mən bu yarışmadan... Ala nə səs ala, ala deyən ala, bu ayaqqabı boyaları, nə səs ala, bundan danışaq. Smart ayaqqabı boyaları mən çox bəyənirəm. Hər ay pensiyamı gözləyirəm ki, bütün pensiyamı gedim verim bu smart ayaqqabı təmizləyənlərə. Smart. Bəli, ağsaqqal, sizin ayaqqabılarınıza mən fikir verdim, gördüm ki... Bir yeşik smartım, nə oldu? Alana geç yola, efir gedir, ona giz danışsan ha. Mənə söz vermişdim, bir yeşik... Ala geri git ama. Smart! Mənə smart söz verdim. Sıfır növbəti qonağımız var. Verilişin sponsoru Smart ayaqqabı təmizləyiciləri.
salamlayıram. Təbrik edirəm sizi. Şən müəllim artıq ayaq üstədir. Və bu alqışlarınıza görə hamınıza öz təşəkkürümü bildirirəm. Mən bilirəm Şən müəllimin sağalmasını hamı böyük səbirsizliklə gözləyib. Və necə deyərlər, bugünə kimi bütün maşınlara binmişdim. Bircə bax bu iki təkərli maşın qalmışdı. Buna da bindik qismatımız. Bax beləymiş. Neçə vaxtdır, neçə aydır biz bax bu xəstəxanada müalicə alırıq, yatırıq və belə qərara gəldik ki, biz bütün bizim jurnalist dostlarımızı hamının bir yerə yığaq, belə nə deyirlər onu? Konferans mətbuatı keçirək. Ona görə də istəyirəm ki, buyurun əziz jurnalistlərimiz, nə suallarınız varsa suallarınızı verin. Amma ondan əvvəl biz sizi də fikirləşdik, dedik nə qayraq, nə tərəqlə, çünki onlar bizim dostlarımızdır. Saatlarla burada bizi gözləyiblər. Bağışlayın da əziyyət verdik, şöşür. O jurnalistlər üçün qəşəng belə ballı qozdular almışıq, ondan sonra toplar almışıq. Onu belə zəhmət olmasa bizim jurnalistlərimiz bir ağızlarını şirin eləsinlər. İçsinlər bu sotdan. Yaxın durun, hamınıza bağışlayın, şikəstdən biraz durup gəlin. Aşıraqla da, ay. Sən baldakı tut. Yaxşı. Mən sok qaldım. Yaxşı, sok ver, qardaşa sok ver. Çatmasa burada yenə var. Bəli. Yəqin ki, hamınızın sualları var. Şən müəllimə öz suallarınızı ünvanlaya bilərsiniz. Biz də çalışarıq ki, bax, bu boyda kameralar var, bizim jurnalistlərimiz var. Çalışacağım ki, hamısını qəşəng cavablayın. Bəli. Şən müəllim, 18+ videolar.rus saytından gəlmişəm. Hardan? 18+ videolar.rus saytından gəlmişəm. Aha, buyurun. Sualım belədir sizə. Siz maşında olarkən sizi partlatdılar. Sizin hansı orqanlarınız əsasən xəsarət aldı? Bilmək olarmı? Siz narahat olmayın, hər şey qaydasındadır, hər şey sağ olsun bizim yerli həkimlərimiz sağaltdılar bizi. Xəstəxanadan çıxandan sonra isə ailə həyatı qurmağa hazırlaşdım. Təşəkkür edirəm, sağ olun. Buyurun. Şən müəllim, Crossword plus Skanvort qəzetindən gəlmişəm. Nə? Skanvort plus Crossword qəzetindən gəlmişəm. Şən müəllim, sizin maşında partladan türkün adı neçə hərfdən ibarətdir deyil? 7. Çox sağ olun. Buyurun. İlk öncə mən də salamlayıram hər birinizi. Bu həmkarlarla bizi burada dəvət etmiş, çox sağ olun. Buyurun. Mən də Bakın Skraboç qəzetindən gəlmişəm. Nə qədər? Bakın Skraboç qəzetindən. Siz deyirsiniz ki, həmin müddətdə başınıza hadisə gəldi. Biz də araşdırmışıq ki, hadisə Trabzonda konsertdə olub. Bax, bu nə deyirlər? Sən bakışadın çıxır. Bakın Skraboç qəzeti çap oldu da, yəni. Çap olunmur, amma biz adını yaşatmaq üçün buradayıq. Sopal ələnə, sopal. Saçlar dağıtmıyoruz, mümkündür, qaçın. Yola salalım. Cici suala versən. Burada sanatçı jurnalistlər var, gəlin bizə sual verir. Buna bax. Üzr istəyirəm, olur. Mən mənim. Aha. Ola bir problem. Mənə bir şey maraq. Hansı kanaldan gəlmişsən? Axolta yeri balqa. Aha, var. Mənə bir şey maraqlandırır ki, bu maşınla avariya düşdünüz ha. Necə oldu ki, hamı bu sağ qaldınız? Bir qız ölmədiniz. Siz jurnalistsiniz, bir sualı verəndə bir onun arxasını, əvvəlini bir düzün qoşub, düzəməli bir sual verir. Belə savadsız suallar hardan çıxır? Bir kitab oxuyun, bir qazet oxuyun, bir türk seriallarına baxın. Kökür, bunların hamısı bir vaxt elə, yıx hamısını bir yerə, qəşəng bir dənə burada treyningdən zatdan keç. Jurnalistləri hardan tapırsan, gizli suallar verir. Nə qalım, zamana qavranandan olur. Sakit ol, emin söyləyəcək. Eşdirsən, Qutlar Vadisinə baxırsan sən? Baxıram. Ay sağ ol, neçə ildir, 10 ildən çox gedir, düzdür? O Polad Ələmdar var ha. Bu 10 il ərzində bu Polad Ələmdarı 227 dəfə mən bir saymışam ha, hamısını köşür. Sən sürmürsən ki, mən 227 dəfə bu insanı gülləliyiblər, bütün seriyalardan. 3 dəfə üstündən tank geçir. 7 dəfə bu insanın evinə qumbara atıblar. Partladıblar evinə, əməlli başda ha. 7 dəfə, yoxsa 8 dəfə qranatamiotla bunun maşını vurub partladıblar. 3 dəfə miniyyə düşüb partlayıb. Ondan sonra zəhərliyiblər, yeməkdə kırısa dərmanı atıblar. Ondan sonra nələr eləyiblər? Ağzının içində kumbara patladı, bu ölmədi. Bu insan indiyənə kimi sağdır, ölməyib. Sən indi deyirsən, bir dənə hansısa maşının içində partlayış olub, indi niyə ölmürsün? Sən bu qədər istəyirsən ki, biz ölək. Coşmasındaş, coşur. Sən şəmbəlini yəsən. Ay coşur. Durmaz bayram, bu nə ki, sən o bilirsin. Xəstə adamdır, sən gəlmirsən, xahiş edirəm ki, suallar verib şənlərlə burada hisləndirməyin. Xəstə adamdır, təzə minadan çıxır. Yaxşı, kanallar mən çox üzr istəyirəm. Bundan da bizim mətbuat konfransı sona çatır. Çox sağ olun gəldiyinizə görə görüşək. Basın bayra, haydi bayra! Çık bayra! Davay durun siz de hamısı basın bayra. Söndür,
kameraları, söndürün kalsın. Hadi ki şu soğanlardan kalk. Apar. Kaçta kalan mı? Hadi ya sok. Ay həkimləri. Ay istəsələr. Asışı. Ay istəni mən bir də gedib. Asışı. Ay həkimləri. Ay istəsələr. Nə öldürür? Asışı. Sesiniz götürüp gidiyor xəstəxana. Onu sağ olsun birbiriniz. Amma bax, elə bir bunun altında böyümüşəm mən. Nə var? Özüm düzəltdiyim əllə məyər qaldırır. Ay, Can, bir şey olmadı. Yok. Eştirsen mi? Ay kılma. Ay sana kurban. Kılmam özüm. Kimden başım? Kimden demesin? Niye ölürsen bu? Kılma. Sen bizi niye dirirsen? Ay başına dönüm. Sen niye dirsen ki benim pulum? Ay senin pulunu vereceğim. Ve kaçmırız ki biz. Sabahları pul senden de. Vermişsin de vermişsin. Ha ne kadar vermişsin? Sen bir tane bize buradan kaçmağa köməklik elə. Ballistidanı qaçaq. Sabah 500'ünü səndədir də bu. Hayır, Türklər bu dəqiqə aşağıda bizi gözləyirlər ki, vursunlar, yorsunlar, öldürsünlər. Biz orada orsundan qaça bilmirik, də bu. Sən Türklər aşağıda gözləyirlər. Yox, kimi gözləyir? Sən öldürmək istəyirlər. Ha nə var? İndi hansı zamanədir adam öldürsünlər? Ələ salmışsan mən. Bir dəqiqə gəl polisə yığım. Polisin nömrəsi polisi ilə. Ay, yığım da polisə deyim. Biz Stukatsa da polisə yığırsan. Stukat niyə öldürürlər də sən? Hayır, polisə desən, bizim bütün zibillərimizin üstü açılacaq. Ona görə polis lazımdır. Nə bilim, orada indi bizim Türkiyədə olub da, o şəkil uğurlamışıq, orada nə bilim, pul haqqı hesab atmışıq ona buna. İndi elə şeylər var ki, sən bilmirsən. Ona görə bizim zibillərimiz açılmasın deyə. Sən polisə da zəng eləmə. Başa düşdün? Sən bizə bir dənə köməklik elə. Biz Balinsidan qaçaq, sabah 500 min, şöşür. 500 min haradadır? Cibindədir. Ya bir dəqiqə, mənim cibimdə 500 min var, ələ salmışsın. Sabah, şöşür, söz ver. Biz sənin qabağına çıxanda, sən bir pulu verməsən, onda sən denən kişi adam döyürsün. Yaxşı. Başa düşdün? Bildim, mən bir dərdə gedirəm. Hayır, şöşür. Nə vurursunuz? Heç mən atam bir dəfə təpiyi vurdu, 3 gün o danışdırma. Niyə əldə, görməyə getirmə, kürdür bana. Gəlibsiz? Maşını ver. Maşını ver hospitalın arxasına. Özünü xodda saxla. Yaxşı? Kim soruşdu da mən xəstə gətirmişik. Davay, düşürəm. Oğul sən, oğul. Başım. Vurduyun. Dur, geri. Dur, qaçırıq. Dur, gəldilər. Dur, ay balacaq. Dur, qaçırıq. Qaçın, buradayım, mən yaxın. Dur, heç almızı tutarıq. Oradan deyirsən, sağ ol. Dur, Ağsaqqal. Yataq deyirsən. Ay, Ağsaqqal. Dur, qaçırıq. Dur, ədi dur, qaçırıq. Şöşü. Dur. Qaçırıq, dur. Tez ol. Ay, tez ol, gələcəklər. Tez. Abi! Patronlara sor ki Şemigil hastaneden çıkmışlar, ne yapalım bir sor. Arayalım. Çabuk abi, çabuk. Hadi abi. Alo patron. Şemigil hastaneler patron, çıkmıyorlarmış. Ne yapalım abi? Sıkalım mı kafalarını? Tamam abi, sıkıntı yok, problem yok. Tamam abi, tamam. Ne diyor? Oğlum kafalarına sıkın diyor, sıkalım. Tamam, sıkalım o zaman. Dur.
gel buraya. Şerefsizler. Benden kaçacağınızı mı zannettiniz lan? Nerede abi bunlar? Oğlum. Nerede abi bunlar? Dalga mı geçiyorlar abi bunlar? Gel buraya gel. Oğlum nerede adamlar? Abi buradalar da vallahi buradalar. Lan ne abisi lan? Nerede adamlar? Abi buradalar diye. Oğlum mal mısınız siz? Buradalar da abi gözümle gördüm. Vallahi buradalar. Kör müsün oğlum? Oğlum 3 tane adam lan bunlar. Oğlum 3 tane adam bunlar lan. Buradalar da abi gözümüzle gördüm. Buraya göre. Abi buradalar oğlum, ben size boşuna para veriyorum ya. Ha? Buradalar da nerede? Nerede adam, hani göster, hani nerede? Hani? Yatıyorlar abi. Yatıyorlar da abi. Sizler! Sizler sizler. Tez olun, gelin doluşun başına, tez olun. Açın. Şimdi Ayşem. Deyirəm bu düşmən həkimi öldürəcəklər, həkim yazıq. Bizə də o lazımdır, həkimi öldürsünlər, düzləri bassınlar içəri. Götüm istirahat eləyib də, nə var burada maşının içində? İsti bir yandan vurur eləyib. Beynimi xarab eləyib. Gel, beynimi xarab eləyib. Fərəcəm. Ayşəmi. Ayşəmi. Tez ol artisti yerləmə, tez gəl. Dostsunuz, siz nətən adamsınız, adama kömək edin. Çox damağa dəyib, hər dəfə süfrədə yeri görünür. Əz olmadık lavaşa, bozbaş eşqinlə yaşa. Yoxdur belə tamaşa, bilet havayıdır. Tozbaşın adı çox qulağa dəyib, həmşəmi, həmşöşü bunu düşünür. Getsə də o haraya, Türkiyəyə, Dubaya, sonra yenə Bakıya, vətənə qayıdır. Var, şəmi, şöşü, şirin hələ, fəlakətin özündə ağsaqqalda. Hər dəfə bozbaş pikçər sizə gülməli, baxmalı nəsə gətirir.